Gəlin sizə Dubai möcüzələrindən danışım. Burada tikinti 24 saat gedir. Baxın bizim binanın yanında tikinti gedir. Gecə vaxtlardır. Səhərəcən də tikinti gedəcək. Amma məsələ odur ki, sən pəncərəni bağlayırsan və heç nə eşitmirsən. Yəni bunlar əvvəlcədən binaları elə qurublar ki, çöldəki səs evə gəlmir. Ona görə 24 saat tikinti gedə bilir. Ona görə bu cür sürətli tikə bilirlər. Bizdə isə bir dənə tikinti gedən kimi bütün qonşular tökülüşür ki, yata bilmirik. Günahlandırmıram, çünki binalar keyfiyyətsizdir, səs izolyasiyası yoxdur və s. Məsələ odur ki, sıfırda olmağın çox böyük üstünlükləri var. Məsələn, Dubai ki, sıfırdan tikib, səhraydı da heç nə yox idi. Əvvəlcədən hər şeyi başlayıblar düzgün tikməyə. Amma köhnə şəhərlərdə bunu eləmək mümkün deyil. Çünki artıq formalaşmış bir şəhər var, infrastruktur var, sən ona uyğun məcbursan ayaqlaşasan. Ona görə də tikintinin sürəti çox zəif gedir. Ümumiyyətlə, hər şeyin inkişafının sürəti zəif gedir. Ona görə həyatınızda əgər nəsə səhv gedirsə, lazımdır onu yerinə yeksan eləyəsən, sıfırdan başlayasan, onda daha sürətli gedəcəksən, nəinki köhnələrin qalıqları üzərində nəsə qurmağa çalışırsan.